Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri və yassirli əmri və hlul uqdətən min lisani yafqahu qavli. Uca Allahın salam və salavatı olsun əziz Peyğəmbərimizə və onun pak mütəhhər ailəsinə. Salamlayıram dəyərli Mirac Media TV izləyicilərini. Əziz izləyicilər, xoş gördük sizləri bu əzəmətli və müqəddəs Qurban Bayramı günündə. Bu müqəddəs bayram münasibəti ilə başda İmam Zaman ağa olmaqla bütün dünya müsəlmanlarını səmimi qəlbdən təbrik edirəm. Allah Taala etdiyimiz duaları, kəsdiyimiz qurbanları öz dərgahında qəbul eləsin. Əziz izləyicilər, Qurban Bayramı İslam dininin ən müqəddəs və ən önəmli bayramlarından sayılır. Belə ki, Qurbanlıq bayramının tarixçəsi illər və əsrlər öncəyə qayıdır. Həzrət İbrahim Peyğəmbərin keçmiş tarixinə qayıdır. Həzrət İbrahim Peyğəmbər bildiyiniz kimi Allahın Xəlilullah adını, Allahın Xəlilullah ləqəbini qazanmış bir Peyğəmbər olur. O, yəni Allahın dostu ləqəbini qazanmışdı. O qədər böyük imtahanlardan aşmışdı ki, sonuncu imtahanı onlardan daha üstün idi. Həzrət İbrahim Peyğəmbər, mən qısa biraz tarixçəsindən, biraz da mahiyyətçi fəlsəfəsindən danışmaq istəyirəm sizlərə. Həzrət İbrahim Peyğəmbər illərlə evladı olmurdu. Bu həsrət sonda sevincə çevrilir. 99 yaşında təxminən Allah Taala buna bir İsmail Peyğəmbəri bir evlad verir və oğlan evladı verir. Və sonra isə Həzrət İbrahimi sınağa çəkir bu evladla. Həqiqətən böyük imtahan idi İbrahim Peyğəmbərin haqqında. Çünki neçə illərdir həsrətini çəkdiyi bir evladı gözünü qırpmadan Allah yolunda fəda etmək hər kəsin işi deyil. Ona görə də Həzrət İbrahimə Allah Taala elə bir məqam verdi ki, nəinki bu 3 nəfər arasında qaldı. Həzrət İbrahim ki, İsmail Peyğəmbəri kəsməyə, minaya getdi ki, kəsə, necə ki kəsmədi, qut göndərdi Allah Taala, ona başa saldı ki, sən bu imtahanla, sadəcə bu imtahanın nəticəsi burada qalmayacaq. Mən sənə elə bir mükafat verəcəm ki, qiyamətə qədər sənin adın tarixdə qeyd olunacaq. Həqiqətən də elədir. İslam dinində qurbanlıq Həzrət İsmail qurbanlığı deyə də qeyd olunur. Allah Taala Qurani-Kərimdə Səffat surəsinin 83 və 84-cü ayələrində buyurur. Bismillahirrahmanirrahim. Və innə min şi'atihi ilə İbrahim İz cəə rabbəhu biqəlbin səlim. Allah Taala buyurur, həqiqətən İbrahim Nuhun şiyələrindəndir və ardıcıllarındandır ki, bir zaman o öz Rəbbinin yanına pak qəlblə gəlmişdi. Bu ayədə insanı düşündürəcək nöqtələr var. Həm bu çox maraqlıdır. Allah Taala yenə də başqa bir ayədə buyurur, onların nə ətləri, nə də qanları Allaha çatar, lakin onlara çatan sizin təqvanızdır. Allah Taala üçün təqva və itaətkar mövzusu həqiqətən çox önəmlidir. Əziz izləyicilər, Rəbbimizə sadəcə nə isə eləmək deyil, necə eləmək də önəmlidir. Hər kəsin bir minası, bir qurbancahı olmalıdır. İnsan nə isə Allah yolunda fəda etsə, bunu unutmasın. Rəbbimiz necə ki İbrahim Peyğəmbəri unutmadı. Əsrlər sonra da Həzrət İbrahimin haqqında onun zəhmətini unutmadı. Onun adını tarixdə qeyd elədi. Allaha olan etimadımız tam olmalıdır. Necə ki Həzrət İbrahim Peyğəmbər Allaha o qədər güvəndi, o qədər də onun haqqında husn zənn edərək bu addımı atdı. Elə də biz insanlara böyük bir nümunədir ki, biz insanlar da bunu bilək ki, yəqin bilək ki, Allah bizə xeyir verir, heç vaxt ziyan vermir. Sonra da başa düşmək olar ki, İmam Hüseyin əleyhissalamın özü. Yəni bunu başa salır ki, tarixdə bir şey baş verirsə, Allaha xatir bir addım atılırsa, Allah Taala'nın ona xeyir verəcəyindən və ola bilər həmin dövrdə həmin nəticə baş verməsin, amma illər sonra həmin nəticəni həqiqətən insanlar müşahidə eləyir və görürlər. Ona görə də indiki dövrdə belə addım atmaq, Rəbbimizə addım atmaq həqiqətən bir cəsarət də tələb eləmir. Çünki bu addımı illər öncə atıblar və nəticəsi də göz qabağındadır. Ona görə də Allaha olan etimadımız ilk öncə tam və olmalıdır. İkinci məsələ budur ki, əziz izləyicilər, Allahın bizdən istədiyi bir işə addım qoyanda onu ixlasla yerinə yetirək. Yəni kiminsə nəzəri üzərimizdə olmasın, kimisə düşünərək etməyək. Ümumiyyətcə, hətta buyururlar ki, Allah Teala buyurur ki, minnətdən o işlərinizi, o zəhmətlərinizi, o sədəqələrinizi boşa çıxartmayın. Bir nəfərə əgər biz
bir şey ediriksə onun yəni onun qayıtmasını, onun tezliklə bizə təşəkkür etməsini gözləməyək. Rəbbimizə güvəniriksə, ixlasımızı da tam eləyək. Allah Taala əlbəttə ki, nəticəsini əlbəttə bizə verəcək. Əziz izləyicilər, eyni zamanda bunun tarixdən əlavə böyük bir ana mövzu olduğundan böyük bir mahiyyəti də var, fəlsəfəsi də var ki, Allah Taala insanların qurban kəs deyəndə, əmr eləyəndə sadəcə bir nəfər üçün qurban kəs demir. Ümumi bəşər insanların bir araya toplaşması və fədakarlıq etməsi, bayram əhval-ruhiyyəsini yaşaması, insanların, fəqirlərin xüsusilə ac qalmaması üçün və insanların hamısının Allahın nemətlərindən yararlanması üçün bir böyük lütfüdür. Bilirsiniz ki, İmam Əli əleyhissalam elə illər öncə ömründə bir neçə dəfə ət yeyib, o da Qurban bayramında özü buyurur. Deyir ki, mən elə bircə dənə Qurban bayramında ət yeyərəm. Çünki həmin gün insanlar bilər, yəni ürəyim rahat olar ki, həmin gün insanlara Qurban bayramı, yəni ət satıbdır. Həmin gün insanların hamısı şad, xürrəm və ət yeyirlər. Dəyərli izləyicilər, Allahdan istəyək ki, bizə göstərsin və bəsirət versin ki, biz necə, nəyin, harda, necə olacağını başa düşək. Qurbanlıq fədakarlıq, eyni zamanda kiməsə xidmət eləmək, insaniyyətə, bəşəriyyətə xidmət etmək məsələsidir. Əziz izləyicilər, Allah Taala Qurani-Kərimdə buyurur ki, sevdiyiniz bir şeydən keçməyincə mənə çatmazsınız. Deməli, imtahanlardan, vasitələrdən biz Allaha yaxınlaşırıq. Ona görə də bəzi vaxtlar biz elə bilirik ki, səthi baxışımızla elə bilirik ki, qurbanlıq sadəcə bizim nəyisə istifadə etmədiyimiz bir şeydən ibarətdir. Atalar bir misal çəkib deyir, halva deməkdən ağız şirin olmaz. Ona görə də bəzi cəmiyyətimizdə çox insanlarla rastlaşırıq ki, elə deyir, Allaha qurban olum, Allaha qurban olum, Allaha balalarım qurban olsun. Bu sadəcə əlbəttə ki, ləfsdir. Halbuki qurbanlıq yalvarmaqdan ibarət deyil. Siz izləyicilər, Allahdan istəyirəm ki, Allah Taala kömək eləsin bizə, yardım eləsin ki, biz öz vəzifələrimizi bilək.